Hər bir xalqın dəyərlərinin içində ailə mühüm yer tutur. Bütün xalqlarda ən mühüm dəyər kimi ailə göstərilir. Azərbaycan xalqı da təbii ki, bu dəyərlərə sadiq qalan, bu dəyərləri qoruyub saxlamağa çalışan xalqdır. Və biz bu dəyərlərin bu günə qədər qorunub saxlandığını müşahidə etsək də təəssüflər olsun ki, son zamanlar təbii şəkildə bu dəyərlər aradan getməkdədir. Bu da nə ilə bağlıdır? Təbii ki, müasir dövrün, müasir dünyamızda gedən proseslərdir, qloballaşmadır ki, xalqımızdan yan ötməyib, ötüşüb keçməyib. Ona görə də İnsan diqqətli olmalıdır. Əgər bir xalqda bir inteqrasiya yaxud inkişaf baş verirsə, yaxud qloballaşma baş verirsə, onun müsbət keyfiyyətlərini götürüb mənfilərinə diqqətlə nəzərə almalıdır.